Yeni Yasamalda Əsəd Əhmədov küçəsində 2 otağa düzəlmə ideal təmirli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində 11 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə və ideal təmirli bir mənzildir. Mənzildə təmirdən sonra yaşayış olmayıbdır. Binanın qazı, suyu, işığı daimidir. Lifləri işlək vəziyyətdədir. Mənzilin sənədi Kupcadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində. Yeni Yasamalın demək olar ki, tam mərkəzində, yeni inşa olunmuş 11 mərtəbəli binanın 9-cu mərtəbəsində. Ümumi sayısı 60 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, ideal təmirli, təmirdən sonra yaşayış olmayan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi mənzilin sənədi Kupcadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 157 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.